Yəni mən bu formanın sevgisini, bu formaya olan sevgimi mən hələ uşaq yaşlarında olanda, yəni mən öz əmimdən öyrənmişəm. Əmim mənim bugünkü günə kimi yadımdadır. Əmim evə gələrdi, onun evdə bir dənə belə stolu var idi. Taxta stolu var idi, öz formasını səliqəli çıxardardı, qoyardı onun üstünə. Mən gedərdim, oturardım o stolun qabağında, o formanı iyməyərdim belə. Onun iyi, yəni belə deyim, mən o formanın iyinin aşığı olmuşam. Yəni müharibə elə bir şeydir ki, mən ona görə deyirəm ki, müharibə bambaşqa bir həyatdır. Mən ona görə deyirəm. Yəni birisi necə gecəvi qanla bağlayıb gündüzü qanla açırsan orada. Bu vətən, bu torpaq uğrunda yenə də mən deyirəm, yəni son axan damla qanımız belə, yəni fəda olsun, qurban olsun millətimə, vətənimə. Mən Bəbirzadə İsmail Sədaqətoğlu 2001-ci ildə Lerik rayonunun Zərdəbələ kəndindən adam olmuşam. Və belə deyək də, həyatım mənim buradan başlayıb. Bura mənim doğma elim, obamdır. Və mən kiçik yaşlarımdan əmim himayəsində böyümüşəm mən. Bəbir obanarım. Yəni, o da özü bir xüsusi təyinatlıların mənsubudur. Yəni, gəncliyini, belə deyək də, bir vətənə həsr etmiş bir insandır. Mən onun himayəsində böyümüşəm. Yəni, atamdan, anamdan belə də, yəni razılıq alandan sonra məni öz yanına aparıb Xızı rayonuna. Mən onun himayəsində böyümüşəm. Mənim, belə deyək də, bu formaya, vətənə bağlılığım bir növ oradan yaranır. Yəni, mən xüsusi təyinatlılar ailəsi ilə, mən kiçik yaşlarımdan mən tanış olmuşam. Mənim istərsə, mənim bibim oğlu Zeynalov Füzuli, o da xüsusi təyinatlılar qüvvələr mənsubu olub. Yəni, mən, belə deyək də, mən bu ailəni onlarla sevməyə başlamışam. Yəni, bu sevgini onlar mənə öyrədib. Mən onlardan, onlar mənim böyüklərimdir. Yəni, mən bu sevgini onlarda görmüşəm. Onlardan öyrənmişəm mən bu sevgini. Və mən, dəqiq yadımda deyil, mən 2-ci sinifə kimi mən orada yaşamışam əmimlə. Artıq 2-ci sinifi bitirəndən sonra artıq öz ailəmin yanına qayıtmışam, Cəlilabad rayonuna. Orada Eldən Yusuf adına məktəbə daxil olmuşam. 8-ci sinifə kimi orada mən təhsil almışam. Təhsilimi 8-ci sinifdə orada dayandırıb, peşə məktəbinə yazılmışam. Peşə liseyinə gedmişəm, yəni 3 ildə orada təhsilimi davam elətdirmişəm. Yəni bizdə peşə liseyində belə bir şey var idi ki, ora 3 illik idi. 8-dən çıxıb ora gedəndən sonra, yəni 3 il orada təhsil almalı idim. Artıq hərbi xidmət vaxtı 6 ay dövlət tərəfindən, yəni gecikdirilirdi. Yəni 6 ay sənə gecikdirilirdi. Və mənim orada hərbi müəllimim var idi, Əli müəllim. Hərbi hazırlıq üzrə müəllimimiz. Mən əslində yanvar ayının 5-i mən hərbi xidmətə yollanmalıydım. Yanvar ayında mən hərbi xidmətə yollanmalıydım. Mən getdim, otağına girdim, dedim ki, Əli müəllim, mən getmək istəyirəm də hərbi xidmətə. Yəni mən istəmirəm də, mən 6 ay vaxtım buradan uzansın da, mən getmək istəyirəm hərbi xidmətə. O məni çox qoymadı, təkid elədi ki, mən təkid elədim ki, yəni xeyr də, yəni mən gedəcəm. Artıq mən səhəri gün bankomata gedəndə mənim sənədimi məndən xəbərsiz aparmışdı, vermişdi ki, yəni bu uşaq təhsil alır da, peşə liseyində təhsil aldığına görə 6 ay bu vaxtı var da. Mən eləncə hərbi xidmətə, Əli müəllim, 6 ay, mən iyul ayının 4-ündə hərbi xidmətə yollanmışam. Quru qoşunlarının Ensaylı hərbi hissəsində hərbi xidmətə başlamışam və and içmə mərasimindən sonra xüsusi təyinatlı qüvvələr, yəni seçimə gəldi. Oradan seçilmişəm və artıq xidmətimi xüsusi təyinatlı qüvvələrdə davam elətdirməyə başlamışam. Yəni mən bu qurumda həqiqətən də dostluğun, ailənin nə olduğunu, yəni insana həqiqətən də çox gözəl başa salır. Yəni istər rütbəli heyət olsun, istər yoldaşlar olsun, kollektiv olsun, yəni ailə, bir ailə olmağı mən onlardan öyrənmişəm. Yəni onu belə, bəlkə də dillə belə demək, bəlkə də mən sözlərlə onu sizə izah eləyə bilmərəm, amma həqiqətən də xüsusi təyinatlılar ailəsi bambaşqa, orada vətənə bağlılıq var, yoldaşa bağlılıq var. Yəni birbaşa yəni vətən üçün, öz millətin üçün, yəni ölüb öldürməyi, yaşatmağı, yaşamağı,
orada öyrənirsən. Yəni həqiqətən də çox böyük bir yerdir. Mən belə deyərdim. Və sentyabrın ayının 27-si müharibə günü, artıq 26-sı idi. Biz yola düşdük. Yəni heç kim bilmirdi. Mən bunu bir dənə qardaşıma demişəm. 26-sı günü idi. Gecə radələrində də mən qardaşımla əlaqə saxladım. Sözü o, yəni evdəkilərlə, valideynlərlə əlaqə saxladım. Amma bu sözü belə deyək də, yəni kim yəni kimdən asılı olmayaraq, yəni valideynə belə bir sözü demək olmur da. Yəni ki, bəli. Mən bir dənə bu sözü qardaşıma demişəm ki, yəni bir kəlmə bunu demişəm ki, yəni hər şey hazır olar da. Yəni məlumatları olsun deyə, bəli. Bizimsə bir dənə qardaşıma dedim. Və 27-si günü biz Murovdağ istiqamətindən elə bir ki, neytral ərazinin keçidində başladıq. Bizə verilən tapşırıq, yəni hava dumanlı idi. Hava dumanlı idi. Yəni döyüş meydanına ayaq basanda, yəni belə deyim də sizə, 18-19 yaşında gənc heyət, söz yox, bizim rütbəlilərimiz, yəni biz onlardan çox şey öyrəndik. Onlar bizə çox şey öyrətdi. Yəni onların bizim bugünkü gündə üstümüzdə haqları çox böyükdür. Mən belə deyərdim ki, valideynimiz qədər onların bizim üstümüzdə haqları var. Orada elə bil ki, bizə səd verilmişdi, tapşırıq verilmişdi. Hava dumanlı idi. Yəni ərazi relyefi də çox çətin relyefi idi. Ərazilər minalanmış. Biz artıq orada verilən nöqtəyə biz çatanda bir anlıq da, yəni bunu belə yenə deyirəm, yəni belə sözlərlə ifadə eləmək olmur. Yəni bir anlıq, bir göz qırpımında yəni duman itdi də, duman itdi. Halbuki biz yəni belə deyək də, o dumanla biz deyirdik ki, yəni hava dumanlı olduğuna görə, hava şəraiti dumanlı olduğuna görə biz biraz da daha rahat düşmənə yaxınlaşa bilərik. Amma bir göz qırpımında duman itdi. Yəni duman, yəni o dumanın itməyi ilə 2 dənə minamyot düşdü bizim yanımıza. Artıq taburumuz hələ öz mövqeylərini tutdu. Elə bizim ilk şəhidlərimiz də oradan başladı. Tahirov Firdovsi bizim dəstənin ilk şəhidi oldu. Xudayev Yaşar var idi bizdə. Allah qəni-qəni rəhmət eləsin onlara. Yəni bizim taburumuzun ilk şəhidlərindən də olar. Yəni artıq biz elə bil ki, orada düşmənlə ara məsafəmiz, onlar yüksəkdə idi, biz aşağıdaydıq. Yəni gecə atışma oldu. Yəni orada yəni 4 gün ərzində yəni biz elə yerimizi hazırlamışdıq ki, elə mövqeylənmişdik. Yəni onlar bizə açıq aydın görürdülər də. Yəni ani hərəkətdə snayperlər gecə trayzer güllə ilə yer bildirirdilər. İz buraxan güllələrlə və ardıca da yəni deşekalar işləyirdi orada. Yəni 4 gün biz orada, biz oranı saxladıq, 4 gün orada biz qaldıq. Və oradan da çıxanda, oradan bizi təxliyəyə gətirdilər. Oradan biz gəldik, Füzuli istiqamətindən girdik. Füzuli istiqamətindən girəndə artıq bizim digər taburlarımız yəni orada fəaliyyətdə idi. Biz oradan girəndə, yəni belə deyim də sizə, oradakı vəziyyət, yəni bir yağış necə yağar? Yəni adi insan belə açıq havada yağış yağdığı kimi, yəni Füzulidə birinci eşalonda, yəni bizim o biri bölmələrimiz də oradaydı. Yəni biz artıq səngərlərlə girəndə, yəni o minamyotu, yəni biz orada yəni bir yağış kimi təsəvvür edirdik. Yağış kimi. Yağış yağdığı kimi bizim üstümüzdə orada minamyot yağırdı. Biz artıq oranı keçdik, tərtibləndik. Artıq ikinci eşalonu bizim dəstəmiz götürdü. Yəni, belə deyim də, olur, itkilər olur, yaralılarımız, şəhidlərimiz. Laçınov Əhməd bizim pekaşnikimiz idi, özüm də pekaşnik olmuşam. O uşaq orada şəhid oldu. Minamyot, oradan bizim ikinci tağımımızın, yəni konkret hərəkətdə, yəni düz uşaqların üstünə düşdü minamyot. Yəni orada itkilərimiz çox oldu bizim.
yəni o səhnələri həqiqətən insan belə deyim də heç vaxt yaddan çıxmır. Yəni üzr istəyirəm ifadəmə görə səhər yuxudan duranda belə üstündən 5 il müddətə yaxın bir vaxt keçib səhər yerindən duranda belə o günləri dünənmiş kimi yaşayır insan. Yəni hər dəqiqəsi, atdığı hər addımda yəni o günləri yaşayaraq yaşayır. Bizim istiqamətlərimiz sonra dəyişdi. Cəbrayıl istiqamətində döyüşlərdə. Cəbrayıl'a artıq biz 3 gün orada yağışın altında qaldıq. Yağış yağdı 3 gün. 3 günün sonunda biz səhər hərəkətə başladıq. Hərəkətə başlayanda yağışın altında yatmış insan necə olar? Mərmilər, silah, mərmi, insanın öz yükü. Yəni bu şey deyil. Yəni indi kimsə fikirləşər ki, müharibə yəni həqiqətən də belə necə deyim, görməyən insanlara, yəni onu yaşamamış insanlara belə bəlkə də biz durub danışanda belə oyuncaq kimi gələr və yaxud da belə altdan alarlar. Amma həqiqətən də müharibə bambaşqa bir həyatdır, bambaşqa bir həyat. Biz Cəbrayılın fişkalarında bizim səhər radələrdir, hava çiskin idi. Yəni Cəbrayılın fişkalarında ən birinci girən tabur bizim taburumuz olub. Yəni biz girdik, orada bir tank var idi, belə özlərinə belə MBM kimi düzəlmişdilər. Belə də bu tərəfdə, sol tərəfdə də təpə var idi, sağ tərəfdə də. Aralıq belə boş ərazi idi. Girişdə yanan tankı vurdular. Artıq biz hücum elədik ora. Yəni orada erməni ilə bizim ara məsafəmiz, yəni 15-20 metri, yəni ara məsafəsi idi. Yəni onların orada şəxsiyyəti də çox idi. Düzdür, biz orada onların texnikasını da məhv elədik. Çox ağır zərbələr vurduq onlara, onların şəxsiyyətində də ağır zərbələr vurduq. Yəni onların itkiləri orada belə deyim də, onların orada ölənlərinin sayı, texnikasının sayı həddindən artıq çox oldu. Düzdür, bizim də itkilərimiz oldu, bizim də orada şəhidlərimiz oldu, yaralılarımız oldu. Yəni oradakı vəziyyət, yəni belə deyim də, çox ağır bir səhnə idi o. O bizim üçün həqiqətən ağır bir səhnə idi. Yəni biz elə səhnələri o günə qədər yalnız belə filmlərdə görmüşük. Filmlərdə görüb insan, amma insan onu yaşayanda yəni həqiqətən çox ağır gəlir insana. Bizdə orada bizim qərargah rəisimiz, taburun qərargah rəisi yaralandı. Kapitan Məlikov. Allah canını sağ eləsin, hal-hazırda da ehtiyatdadır. Bizim orada bir kapitanımız da var idi. O getdi onu çıxartmağa. O elə bir ki, qarşıya getdi Kapitan Məlikov. Kapitan Məmmədov Elvin var. O da Latin istiqamətində gedən döyüşlərdə çənəsindən yaralanmışdı. O onu çıxartdı. Bizim yanımıza gətirdi, təhvil verdi. Arıca bizdən belə 5-10 metr məsafədə idi. Sürüyə gətirdi, onu atdı çiyinlə, quzağına götürdü. Təsəvvür eləyin ki, onu oradan çıxardan səhnə bir əlində yoldaşını tutub, bir əli ilə də ki, belə silahla atışa arxaya çəkilirdi. Biz dəstəkləyirdik, biz də dəstəkləyirdik. Gəldi, çatdı bizim yanımıza. Mən götürdüm qucağıma onu. Elə bir ki, buradan yaralanmışdı. Nəfəs ala bilmirdi. Qucağıma götürdüm ki, arxaya təhlükəsiz nöqtəyə çəkmək üçün. Mənə yarıda gedir ki, yəni o səhnə, oradakı vəziyyət, yəni belə deyim də, yarğan idi belə. Minamyotlar düz onun içinə vurur da, yəni qıraqlarına, kənarlarına. Yəni hərəkət eləmək belə orada mümkünsüz idi də. Yəni elə vəziyyət yaranmışdı ki orada, yəni orada hərəkət eləmək belə mümkün deyildi. Götürdüm qucağıma arxaya aparanda mənə qayıtdı, dedi ki, Bəbirzadə, nəfəs ala bilmirəm, məni qoy yerə. Qoy yerə, nəfəs ala bilmirəm. Onu apardım nöqtəyə, təhlükəsiz bir nöqtəyə çıxardandan sonra yenə də orada atışmaya davam elədi və hətta orada elə bir vəziyyət yarandı ki, bizim tabur komandirimiz əlaqəyə çıxdı ki, biz buradan çəkilə bilmirik, bizim öz koordinatımızı verirdi ki, artilleriyaya. Yəni biz buradan çıxa bilmirik. Artilleriya bizim öz koordinatımızı vursun da. Yəni biz buradan çıxa bilmirik artıq. Yəni ara məsafəsi o qədər yaxın idi ki, yəni
dedik biz buradan çıxa bilmirik də. Yəni düşmənlə bir yerdə bizim özümüzü də vurun. Öz koordinatımızı verdilər. Bizim orada mənim tağım komandirim də şəhid oldu. Abdullayev İbrahim. Onu da yarıya qədər gətirdilər bizim yanımıza. Qoydum çiynimə. Mən onu çıxartmaq üçün oradan, yəni bizim o komandirimizin bizim üzərimizdə haqqı o qədər böyük idi ki, həqiqətən. Yəni belə deyim də, o özündə olan bilikləri bizə o qədər, necə deyim, öyrətmişdi ki, yəni o həmişə bizə deyərdi ki, yəni müharibə sizə zarafat gəlməsin də, müharibə elə belə bir şey deyil. Dedi ki, müharibədə yazılmamış, deyir, müharibənin yazılmış qanunları var, müharibənin yazılmamış qanunları var. Deyir, amma bugünkü gündə müharibələrdə yazılmamış qanunlar gedir. Ona görə də ki, onu çıxartmaq üçün hətta öz kaskamı da çıxartdım, branjetimi də çıxartdım ki, insan, yenə deyirəm, belə, kimsə belə yoldaşı belə çiynivə götürərsən, belə sağ halında apararsan, yəni istər-istəmə sənə bir dəstəyi olur, o rahat olur. Yəni kimsə öləndə, şəhid olanda artıq cansız bədəndir. İstər-istəməz onu çiynivə atıb və yaxud da götürəndə həqiqətən çox ağırlıq eləyir. Onun, belə deyim də, sən şəhid olmuş yoldaşı qolunda aparmağın belə ağır, sənə bir ağır bir hissdir. Ola bilər biz bugünkü gündə müharibədən sağ qayıtmışıq, amma bizim ürəyimiz paramparçadır da, yəni. Onu mən çıxartmaq, hətta mən onu çıxartmaq üçün öz branjetimi, kaskamı çıxartdım ki, mən bunu rahat apara bilim. Atdım çiynimə. Bizdə Mehdizadə Tahir vardı, istehkamçı idi. Qızəvlə, biz bundan böyür-böyrə həmin o yarğanda gedəndə minamet düşdü mənim böyrümə düşdü, qəlpə məndən keçdi, gəldi bunun ayağına girdi. O oturdu yerə, qışqırdı, yəni qəlpənin o ayağa girəndə, yəni isti olur, onun belə ağrısı bir cəhətdən, istər ağrısı, istər onu yandırmağı, yəni çox belə həqiqətən pis şeydir. Xocavənd istiqamətində ondan sonra biz Səngərə girdik, bizim orada bir şəhidimiz daha oldu, Mədətov Royal. Biz haradasa orada onların artilleriyaları işləyirdi orada, meşənin içində idi. Meşənin içindən olan artilleriya, yəni meşənin üstü bağlı idi. Yəni konkretni, yəni ağaclardan örtülmüşdü. Onların artilleriyası meşənin içindən işləyirdi bizim üstümüzə. Biz onun yanından keçəndə biz də orada oranın koordinatlarını verdilər. Yəni o artilleriyanı orada məhv elədik. Yəni müharibə, belə deyim də, yəni insanda həqiqətən də ağır hisslər buraxır. Yəni bizim orada 18-19 yaşımız var idi. Yəni bir gənc üçün. Amma bir tərəfdən acılı günlər də olsa bizim üçün fəxrdir. 30 ildən sonra o torpaqlara ilk ayağı basan şəxslər kimi mən bugünkü gündə öz döyüş yoldaşlarım daxil, yəni fəxr hissi duyuram mən. Nə qədər şəhidlərimiz də olsa, yaralılarımız da olsa, onlar bizim heç vaxt bir saniyə belə bizim yadımızdan çıxmır. Bugünkü gündə döyüş yoldaşlarımız var, düzdür, işdən əlaqədar, hər kəs öz işində, gücündə, baş qarışıb öz həyatına. Yəni onlarla əlaqədar düzdür, insan biraz tez-tez görüşə bilmir, amma nə qədər də olmaya, yəni onlar heç vaxt yaddan çıxmır. Mənim artıq belə deyim də, döyüşdə son nöqtə məndə Laçın koridorunda oldu. Laçın koridorunda orada minamyotla vurdular. Bizi əslində Füzuli istiqamətində də Laçın koridorundan qabaq, Füzuli istiqamətində də bizi tank əleyhinə raketlə vurmuşdular. Elə ki, yarğanla biz gedirdik, bir körpü vardı, körpünün altından çıxanda belə deyildi, düz yarğanın düz üst hissəsinə vurdular. Düz üst hissəsinə, yəni belə deyim də, onun səsi o qədər şiddətli olur ki, yəni insan həqiqətən də qulaqlar, belə deyim də, bəlkə də yarım saatdan çox belə bu səs adamı, yəni həqiqətən də, yəni səs adamı
belə deyim də, yəni öldürsə bəlkə də ondan yaxşıdır. Yəni o səs bugünkü gündə də mənim qulaqlarımdan heç getmir. Yəni o səs heç vaxt yəni qulaqlardan getmir. Mənim elə bil ki, döyüşdə son nöqtəm də ki, Laçın rayonunda oldu, Laçın koridorunda. Orada mən yenə minamyot düşdü. Artıq oradan mən davam eləyə bilmədim. Yəni çox istərdim ki, yəni Şuşa döyüşlərində də iştirak eləyim, amma qismət olmadı. Bu da bir Allahın bir hökmüdür, bir rızasıdır. Mən yenə deyirəm, Allah bizim şəhidlərimizə rəhmət eləsin. Yəni biz bugünkü gündə həyatda olmağımızı, sağ qalmağımızı, yəni bir dövlət olaraq, millət olaraq, onların bir yoldaşı olaraq, yəni biz onlara borcluyuq. Yəni onların qanı heç vaxt qurumaz bizim üçün. Yəni sabah da, yəni bugün, sabah, yəni fərq eləmir. Bir Ali Baş Komandanımızın bir sözünə yəni baxır. Yəni biz bugünkü gündə buradan çıxaq, yəni biz yenə döyüşçüyük. Yəni çünki biz əlimizi silaha qoyub, yəni yenə belə deyim də mən sizə, bu vətənə, insanın bu vətənə borcu təkcə silaha qoyub and içməklə, əskərliyi bitirməklə yəni bitmir. Yəni əli qoyub silaha əli qoyub and içmişiksə, biz ölənə qədər bu vətənə borcluyuq. Yəni son axan damla qanımız da yəni bu vətənə qurban olsun. Siz bu gənc yaşında belə getdiniz əskərliyə, oradan sizin vətənə eşqiniz, vətənə bağlılığınız sizi orada saxladı da, siz öz istəyinizlə. Bəli. Yəni belə deyim də, yəni vətənə sevgimiz yəni bizdə kiçik yaşlardan olub. Yəni bu belə deyim də, yəni hərbi xidmət dövründə yəni başlayan bir hiss deyil. Yəni yenə deyirəm, əgər kiminsə vətənə bağlılığı, vətənə sevgisi olursa, formaya sevgisi, yəni bu kiçik yaşlarından olur. Yəni mən yenə bayaq müsahibənin belə deyim də, əvvəlində vurğuladığım kimi, yəni mən bu formanın sevgisini, bu formaya olan sevgimi mən hələ uşaq yaşlarında olanda, yəni mən öz əmimdən öyrənmişəm. Əmim, mənim bugünkü günə kimi yadımdadır, əmim evə gələrdi, onun evdə bir dənə belə stolu var idi, taxta stolu var idi, öz formasını səliqəli çıxardardı, qoyardı onun üstünə. Mən gedərdim, oturardım o stolun qabağında, o formanı iyməyərdim belə. Onun iyi, yəni belə deyim, mən o formanın iyinin aşığı olmuşam. Yəni çünki o formada, belə deyim də, bu vətən torpağının iyi var. Təlimlərində, döyüşlərində, belə deyim də, alından axan tərin iyi var orada. Yəni bu vətən üçün, bu millət üçün. Hər şeydən də əsas, yəni mən bayaq da dediyim kimi ki, bu vətən torpağının iyi bugünkü gündə formalardadır. Yəni sevməmək, belə deyim də, mümkün deyil də, yəni ki, sevməyəsən. Çünki yenə deyirəm, bu vətən, bu torpaq uğrunda yenə də mən deyirəm, yəni son axan damla qanımız belə, yəni fəda olsun, qurban olsun millətimə, vətənimə. Mülki həyata necə öyrəşə bilirsiniz? Mülki həyata öyrəşmək, belə deyim də abi, söz yox, biraz çətin olur, çətindir. Yəni həqiqətən də çətindir. Amma ayaq uydurmağa çalışırıq da, yəni biz də nə qədər olmuyor. Amma biz bugün üçündə yenə də deyirəm, mülki həyatda olsaq belə, biz hər an, hər dəqiqə bir döyüşçüyük. Yəni ona görə də ki, bizim bugün üçündə beynimiz, əqlimiz, gücümüz, yəni bugün üçündə sabahsı gün, yəni bir saat bundan sonra səfərbərlik olsun, müharibə olsun, yəni biz burada yox, səngərdə olacaq, yəni bu belədir. Döyüş vaxtı bu hansı ki ermənilərlə çox yaxın məsafədə olubsunuz. Ümumiyyətlə mənə maraqlıdır. Bəzən bizim döyüşçülər bu nə qədər olmasa bizim düşmənimiz olsa belə onların gücü barədə bəzən onları çox küçümsüyürlər, bəzi döyüşçülərimiz onları yəni həqiqətən də yəni kim olsa belə
döyüşən biri kimi göstərirlər. Bu barədə siz nə düşünürsünüz? Mən belə deyə bilərəm. Mən bu haqqda belə deyərdim ki, yəni düzdür, bu belə deyək də, bu bəzi şeylər var ki, yəni qaçmaq barədə, yəni o olur, yəni öz gözümüzün şahidi olmuşuq ki, yəni bu faktiki, yəni faktdır bu olan şeylərdir, yəni qaçmaqları. Amma bu o demək deyil ki, elə biz getmişik, bunlar silahlarını götürüblər, qaçıblar. Yəni belə bir şey, belə olsaydı, yəni bizim bugünkü gündə bu qədər şəhidlərimiz olmazdı. Döyüşürdülər. Yəni baxır harda nə qədər belə deyək də özlərini saxlaya bilirdilər. Amma mən bunu yenə belə deyə bilərəm ki, mən erməni leşlərinin biz yanından keçmişik ki, üzünə baxırsan ki, yəni bəlkə də 60 yaşlı, nə bilim, yəni elə bir insanlar belə adamın qabağına. İnsan, yəni deməyək, biraz insan sözü olaraq yenə deyirəm, həqiqətən bir millət ki, düşmən belə olsa, onun belə deyək də 3 yaşında qızına, qız övladlarına, gəlinlərin, hamilə qadınların qarnının yəni yırtıb uşaq oradan çıxarmaqla, düşmən belə olsa, yəni bu hərəkətlər, yəni belə deyim də, yəni insan, yəni bu insanlara insan demək, onlara insan demək, yəni Yaraşmaz. ard. Yəni bu həqiqətən də, yəni bu vəhşilikdir. Mən ona görə deyirəm ki, yəni hardasa onların biz leşlərinə baxanda elələri vardı ki, onların içində baxırsan ki, yəni bu adam çəlli ilə gəzən bunun vaxtıdır da, amma baxsan ki, əynində forma var, gəlib burada sənə güllə atır. Döyüş vaxtı indi insanıq da, təbii ki, insanda qorxu da olmalıdır, nə bilim, hər bir şey. Özünüzü necə hiss edirdiniz orada? Mən belə deyim də, yəni qorxu, yəni bunu kim desə ki, mən qorxmamışam, yəni bu yalan olar da, həqiqətən. Yəni onun da qorxmağın da özünə görə bir şeyləri var da, belə deyim də, bir bölgüləri var da. Yəni mənim dediyim qorxu o qorxu deyil ki, biz düşməndən qorxmuşuq, yox. Sadəcə elə moment yaranır ki, insan həqiqətən qorxur. Mən məsəl üçün birinci dəfə, düzdür, indi biz belə deyək də, müharibədən qabaq indi olur da, yəni avtoqəzalar görünür, insan yolda avtoqəzalar görür, belə uzaqdan zaten, yəni insana bir o qədər də təsir eləmir də, amma bir də var ki, belə yaxından belənsi insan həqiqətən də, yəni görməyən insan bir, yəni qan, yenə deyirəm, yəni müharibə elə bir şeydir ki, mən ona görə deyirəm ki, müharibə bambaşqa bir həyatdır. Mən ona görə deyirəm, yəni birisi necə, gecəvi qanla bağlayıb, gündüzü qanla açırsan orada. Mən belə deyim, mən Cəbrayıl istiqamətində bizə bir dəfə təminat gəlmişdi. Mənim badim orada yaralanmışdı. Hal-hazırda xidmətdədir o. Mən özüm pekaşnik olmuşam. Siz təsəvvür edin, o uşaq yaralandı. Elə bir ki, boynunun arxasından güllə girmişdi ona. Elə bir ki, buradan, üzr istəyirəm, çənəsinin altından güllə buradan keçmişdi, buradan arxadan boynunun arxasından çıxmışdı. Belə deyim də, indi o müharibədə baş vermiş həssas hadisələrdən danışdın da, amma mənə maraqlıdır ki, elə bir hadisə varmı ki, müharibədə, məsələn, sən deyək ki, sakit bir gündə gəzirsən, o həmin vaxtlar yadına düşür və s. Ən çox təsirləndiyin hadisəmi və yaxud da ki, o situasiya belə varmı sənin fikrində? Yadda qalıb, o sənin yaddaşından silinmir. Var, yəni o var həqiqətən də. Biz belə deyim də, Hadrut istiqamətində idi. Bizim leytenantımız vardı, 5-ci tağımın leytenantı, qrup komandiri Əliyev Elnur. Allah onu rəhmət eləsin. Amin. Yəni həqiqətən də o insanı belə deyim də mən, bəlkə də mülki həyatda kimsə o insanı belə mülki paltarda görsə, yəni heç kim ağlının ucundan belə keçirtməzdi ki, yəni bu insan hərbiçidir. Yəni hərbiçi olmağı ilə bərabər bu insan yəni xüsusi təyinatların zabitidir. Yəni heç vaxt, yəni bəlkə də siz onu mülki həyatda beləcə görsəydiniz, yəni onu heç vaxt heç kim o düşüncə ilə baxmaz görünür. Bəlkə də yəni kimsə deyərdi ki,
bəlkə də mankendir. Yəni həqiqətən belə deyim də Allah elə bil ki, yəni o insanı öz xüsusi bir qələmi ilə yəni çəkmişdi. Yəni o qədər o qədər bir gözəllik vermişdi ki, yəni o insan onun şəhid olmağı həqiqətən bizə çox pis təsir elədi. Elə bir ki, Hadrut istiqamətində döyüşlərdə bizim yaralılarımız var idi. Onları çıxartmaq üçün halbuki əlaqəyə çıxdılar ki, yəni ora təxliyə maşını gələ bilmədiyinə görə, yəni yollar minalı idi. Bir yol var idi. O elə bir ki, getdi, bir də Ağ Niva tapdı. İndiyə kimi yadındadır. Ağ Niva tapdı kənddən. Yaralıları otuzdurdu. Apardı təxliyəyə təhvil verəndən sonra Niva orada bilmirəm, yəni dəqiq o yadımda deyil. Maşın orada batmışdı ya benzini qurtarmışdı. Ona demişdilər ki, sanitarkaya otur, yəni gəl də. Halbuki yəni minalı idi yollar. O elə bir ki, gəldi. Bizim komandirimiz mənə dedi ki, Bəbirzadə çıx təpənin üstündən, təpəni müşahidə elə. Birdən də onlar düşmənə hücuma keçər oradan. Yəni mən silahımla elə silahımı götürdüm, mən təpəyə dırmaşanda təpənin arxa tərəfindən bir dənə qara tüstü çıxdı, siz təsəvvür eləyin ki. Yəni çıxdım təpənin üstünə, gördüm ki, sanitarkaya düşmüş tank əleyhinə minaya, TM57-yə düşmüş, tank əleyhinə minaya düşmüşdü. Yəni həqiqətən də Vəliyev Elnur onun şəhid olmağı, yəni həqiqətən bizə çox pis təsir elədi. Yəni Allah ailəsinə səbir versin. Yəni üç bacının bir qardaşı idi mən bilən, bir də nişanlı idi. Allah yenə deyirəm ailəsinə səbir versin. Yəni öpürəm. Yəni bütün şəhidlərimizin analarının əllərindən öpürəm, qarşılarında diz çökürəm. Yəni bugünkü gündə biz də düzdür, indi bizi tanımasalar da, görməsələr də, amma bunu bilsinlər ki, yəni biz də onların bir övladlarıyıq. Yəni bir az mən istəyərdim ki, bir xüsusi təyinatlı olaraq bu qazilik ilə bağlı fikirlərinizi, biraz da belə məsləhətlərinizi, bəzən biraz necə deyim, biraz ucuzlaşdırırlar bu qaziliyi və s. Bu barədə təbii ki, indi sizə xüsusi təyinatlı qüvvələrin mənsublarına daha çox aid deyil. Onlar çalışırlar ki, həmişə də onu qorusunlar, saxlasınlar. Bu barədə ümumi fikirləriniz necədir? Mən belə başlayayım da ona. Bu çəkiliş bizim üçün belə bir təsadüfi oldu da, düzdür? Bəli, yəni siz bura gəlmişdiniz, yəni bu təsadüfi oldu da, düzdürmü? Yəni siz gördünüz də, mən bu formanı geyinməmişdən qabaq mən saqqaldaydım da, saqqalım uzun idi belə. Yəni bunu hamı da bilir. Yəni mən heç vaxt saqqalımı təxris olandan sonra, yəni mən heç vaxt saqqalımı vurmamışam da, pasiyanlı saqqalda gəlmişəm. Amma gördünüz ki, mən formanı geyindim, dərhal getdim saqqalımı kəsdim, gəldim. Yəni bu yenə deyim, belə deyim də, bu ucuzlaşdırmaq məsələsi ilə bağlı yəni çox şeylər danışmaq olar həqiqətən. Yəni bu belə deyim də, bu formaya sevgisi olan insanları, gəncləri, yəni belə ucuz şeylərlə, yəni o formaya belə deyim də, nifrət elətdirməyək. Yəni çünki biz necə, mən yenə deyirəm, mən necə bayaq dediyim kimi, bayaq mən vurğuladım ki, mən yenə deyirəm, mənim bu formaya, bu torpağa, bu vətənə sevgim yəni kiçik yaşlarımdan başlayıb, kiçik yaşlarımdan o mənim ürəyim içimdə olub, ürəyimdə olub. Mən onu ürəyimdə yaşamışam. Yəni yenə deyirəm, məni kimi məndən də bugünkü gündə bəlkə məndən də vətəninə, torpağına bağlı oğullar yetişir, oğullar böyüyür. Yəni bu hərəkətlər bəlkə də onların o sevgisinin qarşısına hansısa bir səddi qoya bilər. Bu yəni yol verilməzdi, həqiqətən yol verilməzdi. Yəni belə də mən çox gözəl ifadə elədiniz. İnşallah ki, gələcəkdə daha da yaxşı olar. İndi bundan sonra nə fikirləşirsiniz? Məqsədləriniz nədir? Nələr eləmək istəyirsiniz? Məqsədimiz, belə deyim də, biz bugünkü gündə burada, belə deyim də, bizim bir məqsədimiz var ki, yəni bizim hər kəsin qarşısında bir gələcəyi var. Yəni bu bilmirik, indi belə deyim də, Allahın insana verdiyi bir ömür payı var da. Yəni o insan o
ömrü o missiyayı yaşayana qədərdir də. Yəni bizim də indi özümüzə görə biraz məqsədlərimiz var. Biraz irəlidə Çəkilmisiniz bu sakit bir yerə. çəkilmişik. Yəni and olsun Allaha ki, bizim bugünkü gündə bura gəlməyimizin səbəbi, vallahi yəni bunu bizim ətrafımızda olan insanlar da bilir, ailəmiz də yaxşı bilir ki, yəni bizim bugünkü gündə bura gəlməyimizin səbəbi sırf öz sakitliyimizi təmin eləməkdir. Yəni sırf beynimizin sakitliyini təmin eləməkdir. And olsun Allaha, yəni bunu yenə deyirəm, hamı çox gözəl bilir. Yəni biraz da təsərrüfatımız var. İndi biraz da belə Allah bərəkət versin. Allah hər kəsin işində onlara uğurlar versin. Allah hər kəsin malına, mülkünə bərəkət versin. Biz də onların içində. Yenə deyirəm, yəni bizim bugünkü gündə burada olmağımız, yəni and olsun Allaha ki, öz sakitliyimizi təmin eləməkdir. Yəni biz bugünkü gündə yenə deyirəm, siz bayaq bir sual verdiniz ki, biz mülki həyata öyrəşmək necə olur? Yəni bugünkü gündə, yəni yenə deyirəm, yəni hərbi həyatla mülki həyatın arasında həqiqətən çox böyük bir fərq var da. Yəni düzdür, uyğunlaşmaq istəyirsən, amma uyğunlaşa bilmirsən. Bəzən bizə sual verdilər ki, məsəl üçün mən birim oğlu ilə buradayam, burada ikimiz qalırıq. Siz də onu yaxşı tanıyırsınız, Zeynalov Füzuli. Arada bəzən elə olur ki, yəni bunu belə çox qıraq şəxslər də demir buna bizə. Yəni belə insanın öz doğmalarından da olur, salam verdiyi insanlar da olur. Bizə deyirlər ki, düz deyə gəlmişsiniz bura, prosta biraz cəmiyyətdən belə biraz uzaqsınız. Yəni deyirik ki, yəni başa düşmürsünüz də siz bizi. Yəni bugünkü gündə cəmiyyət yenə deyim də mənim bizim gördüyümüz, yəni bizə biraz yəni ağır təsir edir. Həqiqətən ağır təsir edir. Yəni vallahi gəlmişik bura, yəni bir növ birbaşa, yəni biz belə deyim də, bərpa olursunuz. Biz özümüzü biz belə müalicə edirik. Biz müalicəmizi burada tapmışıq. Yəni belə bir yolla tapmışıq ki, yəni hər kəsdən uzaqlaşaq. Biz sakitliyə çəkirək. Beynimiz sakitləşsin ki, yəni biz sabahsı gün qarşımıza elə əngəllər çıxar ki, yəni sakit beyindən onu düşünüb qərarımızı verə bilək. Çox sağ olun. Çox belə deyək, döyüş yolunuz həm böyük qəhrəmanlıqla keçib, həm də bu döyüş yolunuzu belə gözəl şəkildə ifadə eləməyinizi mən çox xoş oldu. Allah sizə də can sağlığı versin ki, yəni belə şeylər üçün şərait yaradırsınız, çəkirsiniz. Yəni ən azından bizim gənclərimiz böyüyür. Yəni mən özümdən demirəm heç vaxt. Yəni mənə olmasa belə, heç olmasa yəni bizdən yenə deyirəm, döyüş yolu, öz xidməti ilə böyük olan o qədər şəxslər var ki, rütbəli şəxslər var ki, yəni baxıb özlərinə bir gələcəyimi deyim, bir necə deyim, bir məqsədmi deyim, ən azından bir vətənə sevgisi olsun, sevgi yaratsın ürəyində, qəlbində, vətənə bağlılığı olsun. Bu çətinlikləriniz. Yəni çünki bu vətən, mən belə deyim də, mənim qardaşım da qazidir, Bəbirov Gülverdi. Belə deyim, bu döyüş meydanında insanın yanında olan, belə deyim də, öz yoldaşı sənə, özünə o qədər əziz olur ki, yəni belə deyim, bəlkə də mülkidə düzdür, mülkidə o qədər də olmur, bir dost, yəni kimsə kimsə dostluq eləyər, amma belə deyim də, qardaş qədər onu istəməz də, amma mən belə deyərdim ki, mənə döyüş meydanında mənim öz yanımda olan yoldaşım qardaşımdan mənə daha əziz idi. Çünki mənim qardaşımın yaralanmağını eşitmişdim. Yəni bir o qədər mənə təsir eləmədi. Çünki biz necə mənim yanımda döyüşmürdü, məndən uzaqda döyüşürdü. O könüllü gəlmişdi, Rusiyadan gəlmişdi, müharibə başlayanda Rusiyadan gəlmişdi. Könüllü müharibənin səhəri günü getmişdi, Vankomatda könüllü imza atmışdı, gəlmişdi. Yəni evdə də bilməmişdilər ki, bu müharibəyə gedir. Yalandan demişdi ki, Vankomat məni özü çağırıb da, mən könüllü yazmamışam. Amma özü gəlmişdi, könüllü imza atmışdı. Ki mən də gedim. Mən də o da gəlmişdi. Yəni mənim hələ əmim Bəbirov Anar, yəni belə deyim də, öz uazı ilə, onun bir dənə uazı var idi, ağ uazı. O öz uazı ilə gecə çıxmışdı, gəlmişdi Füzuliyə. Onun hətta maşını da vurmuşlar onun qəlpəsini izlərdə. Onun qəlpəsi də qalıb, indi maşından asıb. O maşına girən qəlpələrin birində saxlayıb, maşından asıb o qəlpəni, yəni belə deyim. Yəni biz də onlardan, bu vətənə yenə dediyim kimi, yəni vətənə olan sevgimiz, bağlılığımız onlardan irəli gəlir. Yəni bu forma biz üçün heç nə bu forma qədər əziz deyil bizə. Yəni biz bu forma
Yəni öz sevdiyimiz insanlardan belə əzizdir bizə.